Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Meryem'in ad günü vlogunun part 2'sine hoş gelmişsiniz arkadaşlar. Dalda var ha, vay kız evi, naz evi, kız evi, naz evi düz söhbətiymiş. Ay Allah, bunları makyaj eləməyini bir dənə görəsi belə forsla. Gülsün, bax burnumun ucu parıldadı, gülsün. Aslında mən yanımda qalır. Məryəm, deməli sənin üçün zəngin bir makyaj çantası gətirmişəm. Zəngin. Hə, Rabiyə üçün gətirəndə bəzi şeyləri unutmuşdum, amma bu dəfə hə. Bax, Makfradi. highlighterımız var. Heç ağzını açmamışam. Allıkımız var, Rabişə vurduğumuz. Daha sonra tuşumuz var. Mən bilirəm sən tuş istəmirsən, amma yenə də. Glosumuz var. Bunun da ağzını heç açmamışam. Tövbə yarabbi, tövbə. Bir dənə də tuşumuz var belə. Bu mən yanımda açacaqsın. Sonra sən üçün zərli pomada da götürmüşdüm. Deyəm, hara getdi o? Arkadaşlar, rujum nerede? Hə. Belə bir kiko götürmüşəm. Düşünürəm bu kombini ilə çox qəşəng gedəcək. Nə istifadə eləmək istəyirsən bugünkü makyajında? Highlighter aldık ruj. Şu, bu üçü. O zaman başlıyoruz. İndi highlighter allık fırçam. Ben ikisini de eyni fırçayla vururam arkadaşlar. Bunu təmizləyəcəyik. İndi ilk öncə allıktan başlayırıq. Afuş göz farı vura bilərik. Vura bilərik. Arkadaşlar, belə bir göz farımız var. Pəmbiş, daha çox tonlardan ibarət. Seç hansı rəngi istəyirsən. Məncə mənə ən uygunu ya bu ya budur. İkisindən biri. Məncə də. Şu, o zaman başlıyoruz. Gözlerini yum, kapat. Güzel neysen. Keçinmən tuttu. Yum da gözünü yum. Yumuşdum da. Sen niye bu kadar əziyyət çəksən Məryəm gözünü yumanda? Normal belə qoyamırsan gözünü. Sen o kadar titrətsən. Arkadaşlar, tenini vurduq. İndi keçirik allıq zamanı. Aça bilərsən ömrüm. Şimdi allıq zamanı. Allıkımın ağzını aç. Rabiyəni yenə püskünə qoymuşdum o gün makyaj eləyəndə. Bilmədən. Çox götürdün. Yo, səpirəm. Səpdim. Üstünə düşməyim deyə. Yo. Yo, niyə bilə-bilə elə eləyim ki? Mərdim azaram mən. Bilə yox. Bilməyə eləyirsən. Ona bax heç gəlmədi üzvə demək olar ki. Bura yaxşı oldu. Ay, çəkməmişmişəm. Hem çekiyorum hem makyaj. Dayan, özüm vururam. Bir dənə pıs. Ya, pis. Bu tərəfə də şu əladır. Bundan artığına məncə ehtiyac yoxdur. Adı dayan. Hoş ağzıma sıx. Burnumun ucuna da vurdum. Highlighter. Highlighter zamanı. Dur, onun ağzını açım. Halim böyle. Deməli, bu Məryəmə allıq vurduq. Yeni açdığım highlighterdan vurduq. Burnun ucuna da vurmuşam. Vəbşim, hər ikisini həm burnuna, həm yanağına vurmuşam. Şimdi ruj zamanı. Kikonu seçirsən. Aşkım dəllərə oxşadım ha. Dəlilərin yoxşursan, aşkım, nə gözü delihaya oxşamısan, qorxma. Arkadaşlar, şimdi keçirik ruj sırasına. Elə qalma aşkım. Aşkım, neyinsən sən? Aşkım, nə oldu sana? Hə, qurutdum sonra da. Ya Allah. Bax, belə qal, bax. Özünə necə? Elə yox. Sən elə də. Al. Qal. Oo, çox qəşəng yaraşır bu pomada sənə. Karıştır bakalım. Şimdi zərbi vururuq. Arkadaşlar, bunu da baldızımdan uğurlamışıq. Gözlərini yum. Ay, sağ ol. Qorxma. Saçına da vururam, parıldasın saçın. İndi Məryəmin son halını görməyə hazırsınız. Mən bir dənə telefon işığı... Hazır mısınız? Bir dənə telefon işığı verdi Əsma. Məryəm, zər içindəsən Məryəm. Görürüm özün qurunundasın. Bu yana bax da, biraz bu yana bax. Aşkım, çer baxma da. Özünü niyə bu günə... Ay, sağ ol. Arkadaşlar... Ama əslində bilsən biraz uclarına tuş vura bilərik. Vurum uclarına da tuş. Dəllərə oxşuram belə bilirəm. Tuşla mən Hər şey, hə, üzü də zərdi, highlighter da zərdi, gözü də, dodağı da. Yo, tuşumuzu zərləməyək aşkım, sən məncə. Hə, arkadaşlar, Məryəmin saçına baxın, sim içindəsən şu an, çox qəşəng. Şalvarı da simli, köynəyin də sim olur. Haydi, getdik.
Evet arkadaşlar, geldik çatdıq ad günü məkanına. Doğum günü kızı bizi saymır. Çıxıb gedib dostlarının yanına oynamaya. Evet, biz bu üçlü çok güçlü diyerekten restorana giriş eləyirik. Meryem'in tortu yol o kadar pis idi ki Meryem'in tortu o yana dəydi, bu yana dəydi, o yana dəydi, bu yana dəydi. Xəşil oldu, yazığım gəlir ona. Tortda tortluk kalmıyor həqiqətən. Həqiqətən arkadaşlar çok kötü oldum şu an. Neyse, eybi yox. Əsas odur, ad günü gözəl keçsin. Tortu bitər, bir cür kamufle eləyərik. Getdik. Arkadaşlar, deməli bunlar getmişdilər yellənməyə. Qaydanda Şəhriyar bunları tutdu. Ona bax, siz təri nöş qaçsınız demədim. Yavaş gəzə gəlin. Arkadaşlar bu getdi yellənməyə. Bu gəldi bir dənə elə belə dəysin bizə tutuldu. Tər su içində indi əsir qalıb burada gedə bilmir. Sən də ona görə əsir qalmısan. Ay Allah, bunun gözlərinin farına bax. Doğum günü nasıl gidiyor? Yaxşı gedir hələ. Doğum günü kızı. Ay pardon, sen doğum günü kızı değildin. Pardon. İzleyicilerin ne günahı var? İzleyicileri niye vurursan? Benim uşaqlarımla ne işin var? Şeyla. Arkadaşlar sizi vurdu ya, bilesiniz. O Meryem de terleyip diye benden kaçır bir qıraq. Ding dong. Nasılsın prensesim? İyiyim. Tıxıyor musun? Evet. Necə keçir ad günü? Yaxşı. Afuş. Haycan. Tortu tez üfürməliydi. Baş üstə söz verirəm, bugün ad gününü bacardığım qədər uzadacağım, yaxşı. Necə gedir ad günü? Əla. Super, nuş olsun. Hələ yeməklərimiz gəlməyib, amma çörəklə qidalanırıq. Yerimdən çəkilin. Çəkil yerimdən, çəkil, dur. Bu da tərlidir ya, Şəhriyar, biləsin. İşverənlik eləyim, biləsiniz. Arkadaşlar, bir saniye. Deməli bu boyda masada ad günü Meryem'indir. Ama bakalım en başta kim oturmuştur? Ben oturmuşumdur arkadaşlar. Günümdə də elə olmuş. Evet. Ofuşum oynamamışam axı. Prosta saçım töküldü deyədi. Arada tərləmisən də nə fərqi var? Ha küləkdən, ha fırtınadan. Aa. Arkadaşlar, stolun altında kola gizlətmişəm. Heç kəsin xəbəri yoxdur. Süfrədə kolaları qutaranda eləyəcəm, çıxardacağım ortalığa, içəcəm altdan. O toyda bəyin dostları gizlədən kimi mən də sokları gizlətmişəm. Nə deyirsən? Deyirəm, bu ilə Məryəmin ad günüdür, amma o bizə haram eləyir burada oturmayı. Sən bilirsən bu ilə sənin ad günündür. Ay inək. Nə? İnəkdir o, çıxır çölə, tər su apar onu. Heç benim də tar yox. Buna bax, alnım parıldayır. Nə oldu? Üzdü gözümə, üzümə. Alnım parıldayır tərdən. Bura gələndə suydu alnın. Jele deyil, yalan danışma. Tərləmirsən, qızdırman qalxacaq. Çölə çıxmaq qadağandır. Adam sözə qulaq asar. Hə, uşaqlar, baxın bunun tərinə. Ay Allahu Ekber, belindən çıxdı, salfetka. Yok, gəlmirmiş, bağışda. Labubun da özü ilə bir yerdə tərlədib. Evet arkadaşlar, Meryem'in tələf olmuş tortu. Astaradan Lənkərana restorana tələf oldu, yazıq tort. Aşacaq, düz deyil. Uşağım üçün nə qəşəng tort düzəltdirmişdim. Tortumuz əzildi yolda. Bir dənə bu tortu yol çatdırma məsələsində həmişə stres yaşayıram da mən. Şəhriyar, tıxdın tortu. Arkadaşlar, ne güzeldi ilk önce. Şimdi ne güne kaldı. Eybi yox, əsas dadı gözəl olsun. Yağı dadlıdır. Yox, qopartma aşkım. Sənin ad günündə elə eləyirdilər. Eləmə. Uşağımın tortunu az qalsın qopardırdı. Eybi yox, əsas dadı yaxşı olsun Məryəm. Əsas dadı yaxşı olsun, yaxşı. Ağlama. Hə. Qoy bir dənə gətirsinlər. Evet arkadaşlar, çocuğumun şamlarını yakıyorum. Şamları bol bol almışam ki diləkləri çox olsun. Tez yerinə yetsin. Nə qədər çox şam, o qədər çox dilək çatır. Gəlin.
Hamı yığışsın çocuğumun tortunu üfürək. Eləmə də Rabiyə, niyə qorxutsan şamı üfürmək? O sən ad günlə belə eləməyib. Haydi 3, 2, 1 dilək tut. Şaka. Bir dənə dilək tut ilk öncə. Düşünüm. Davay başladık. Happy birthday to you. Happy birthday. Yandık. Happy birthday to you. Arkadaşlar çok çabuk oldu bitti. Sen niye tez üfürdün o kadar? Okumaya başladık herhalde. He biz teze başlamışız. Necə deyir, o deyirdi, çox yaşa necə? He? Ya. Şa. He yok tebrik ederiz. Tebrik ederiz. Tebrik ederiz. Tebrik ederiz. Fişengi kim almıştı? Ben haberim yok idi fişengiden arkadaşlar. Evet, ben yapmışım. Bu kırmızı neden yanıyor? Aa, bitti mi? Orada şey gösterir yaşlılıq. Ha gördüm. Şükür Allah'a bir anlıq elə bildim. Eybi yox, gəlin tortu kəsək, bıçaq. Tebrik Edirik, təbrik edirik, təbrik edirik, təbrik edirik. Gəl Məryəm. Teşekkürler. Tortumuzu kəsək. Tebrik ederim. Kəpənək, kəpənək öldü. Kəpənək öldü. Getdi içəriyə. İçeriye gitti kəpənək, çıxdı çölə. Ne dirdin? Tebrik ederim. Aşkım iliştin sen orada. Tebrik ederik, tebrik ederik, tebrik ederik. Hoşun geldi. Tebrik ederim. Aşkım sakin de. Ne istiyorsunuz aşkım siz? Tezden oraya koymayın. Aşkım böyle. Tebrik ederim. Tebrik ederim. Meryem bezdi. Hemen kesim tortu. Hə, kəs tortu sən yaxşısan o işdə. Krisallıq işində sən iyisindir. Zarafat elə. Aşkım mən üçün böyük dilim qoyasan xahiş eləyirəm. Aşkım mən üçün böyük dilim qoyasan. Evet arkadaşlar bitti. Kapat. Evet arkadaşlar növbəti gündən hər birinizi salamlayırıq. Bugün Məryəmin ad günü, şad günü hədiyyələrini açmaq, onun üçün paxıllanmaq, biz də ad günümüzdə belə hədiyyələr istəmək eyrasına gəldik, çatdıq. Ay Allah, bu barmaq yenə gəldi, girdi evə. Sən pulun var da, özün niyə almırsan uşağı rasxoda salsan? Sən verirəm, amma 5 manatdır məndə xırda yoxdur, deyik yox. Sən özün astarada var, alaydın da. Var astara. Haranı gedib axtarmısan? Sən tək çölə çıxsan? Getdim, vaxtım yox idi. Yalansa. O Quran oldu. Hansı, nə vaxt getmisən? Atayla getmişəm. Var idi astarada, uşağı ikinci dəfə nöş barmaq aldırırsan. Afuş. Sən neyinsən orada? Mən pəmbə barmaq. Evet, ilk öncə Zəhranın hədiyyəsindən başladıq. Pəmbə bir parmak almış. Məryəm dünən bundan tort yeyirdi arkadaşlar. Bunu belə açanda məndə qırıldı. Ona görə bunca yavaş. Bir kere gəlmə açsın da məndə şey. Mən səncəsən elə açsın. Aha ya Allah, başladılar. Yeri bir qın. Hə. Bu içində hər şeymişim. Naidə bibin hədiyyəsidir. Oo, aç bakalım. Aç bakalım. Ya Allah. Arkadaşlar bunun içi şokoladla doluydu. Jelibon, şokolad, M&M's, nə bilim. Mars, hər şey vardı. Mars'ı mən tıxmışam. Twix'i Məryəm tıxıb. Jelibonu, M&M'si uşaqlar hamısı bir yerdə. Gedin otağı gizlənin, qapını sıxılı yiyirlər onu bitirirlər. Arkadaşlar, Rabiyə nəfsini saxlaya bilir. Hədiyyələrini son saniyəyə kimi saxlamışdı göstərmək üçün sizə. Məryəm tıxmış hepsini. Girmişlər Əsməni otaqda bizdən gizlin tıxırdılar özü. Aşkım onun hədiyyəsidir. Harda istəsə tıxa bilər, kimlə istəsə tıxa bilər də. Aşkım onun hədiyyəsidir, Abi ömrüm. mənə öz ad günündə hansı şokoladımı verdi? Səndən bütün dedim, mənim bunu istən. Sizə nə olub bugün? Mənim bunu istən. İstən Əsəddən sor. Əsəddən 5 şokolad var da, bundan deyibsən, bundan verəcəm mən də sənə. Sizə nə olub babalar? Bundan deyib mən. Yatıb yoxu. Sizə dayanın. Varsa ofşa verdim. Mən də skinişə ataya vermişəm. Bantuyuna şey qaldı. Marsı da mənə verib. Nəsə deyirəm, deyirəm sizə mən. Yaxşı, dalaşmayın. Qoy hədiyyələrini açsın, yaxşı. Gecə yuxuvuzda nə eləmişsiniz? Müharibədən çıxmısınız. Bir dənə də sep almışdı. O açıq şey çıxır.
Arkadaşlar deməli Nakoş bibisi Məryəmə çok güzel çarımlı bir kolye almış. Əslində bu karton bir qutudaydı. Prosta Məryəm sağ olsun itirib qutusunu, o karton hissəsini. Aç göstərək izləyicilərə. Gətir. Oo, çok güzel. Bana takım gösterdi. Çok şirin rengi var. Taxma, mən sonra sənin üçün taxaram. Vaxt itirmə. O birisi hədiyyəsini göstər. Dünən boynunda olub onsuz bütün video boyu. Aha, o nədir? Qolbaq olacaq 100%. Nə gözəldir. Məryəm sapsarı par parıldayır. Çox qəşəngdir. Özdə Məryəmi bilib sıxmalı biləzik alıb, belə taxmalı yox. İstədiyin kimi ayarlaya bilirsən. Əla, super. Nakoş bibi teşekkür ederiz Nakoş bibi. Daha sonra Şokolad. şokoladlar, yarısı tıkılmış şokoladlar. Bunun adı necədir? Bilmirəm mən də. Sən yemirsən? Yemişim. Mars daha yaxşıdır yoxsa? Hə, onda elə düz seçmişəm. Məryəm o sənə qalsın. Şimdi keçdik növbətiyə. Naidə, sənin göndərdiyin marsları mən yemişəm, halal elə haqqımı. Naidən niyə saldığım marslar daha dadlı olurdu. Bilmirəm mən niyə alanda elə dadı gəlmir ağzıma. Şey adı nədir? İkinci hediye. Keç, əmisinin hədiyyəsinə keçir arkadaşlar. Əmisindən küsmüşəm. Mənim haqqımda bir dənə. Ayda. Dayan. Başqasından sən hediyə ala bilmir. Rabiyə diski deyinir. Aşkım gözlər nə deyirsən? Dinən cümləvi tamamla. Sən üçün bir dənə naşnik almışdı. Aşkım ola bilər o vaxt maaşını ala bilməmiş olsun. Bir dənə naşnikə imkanı çatsın. Mərişdə ola bilər bəlkə maaşını alıb, bəlkə əlinə pul keçib artığını eləməyə çalışıb da bacın da eybi yox. Sevinmək lazım. Bu qulaqcığı deməmişdim, qabaq kapro demişdim üzlüylə. Yaxşı, tək sev. Üzlüylə kapro demişdim əmiyə. Əmi ürəyində qalıb alıb. Evet, bakalım naşnik və Rabişinkinin pəmbişidir. Baxaq. Amma gecə qoşamadım. Əmi gəlib qoşar. Evet arkadaşlar, Rabişin naşnikinin pəmpəsidir, pəmpəsi. Eyni rəng almayıb ki, qatışmasın. Mənim özü pəmbəyisi. Hı. Güzel seçim. Evet, tak bakalım. Taxanda işıqları yandı. Allah. Növbətini alıb əmi sən üçün. Tez ol Məryəm, tez elə onları sonra paketləyərsən, həyecanlanırıq axı. Gözlətsən sən bizi. Tempo, tempo. Belə bir kabro alıb Məryəm üçün. Dünən taxmışdı amma təzdən çıxardı. Çox qəşəngdir. Pembe gözlü. Hə, telefonu ilə eyni rəngdədir. Super. Əla. Sonra başqa nə alıb? İstedin anne alır. Üzdük alıb arkadaşlar. Super. İndi keçək tanışımızın, bir ailəvi tanışımızın hədiyyəsinə. Ondan da Mərişə hədiyyə gəlib. Aç bakalım. Nə qədər? Nə qədər? Nəymiş o öyle o kadar? Dolu dolu. O nədir? Məryəm, o nədir? Məryəm. Baxım. Sarı renci çıkıyor. Aç baxım da. Aç bakalım. Təzən bağlanmışdı. Oo, çox şirindir. Anahtarlık da hə bu. Çox qəşəngdir. Xoşum gəldi. Başqa? Başqa. Sonra. Oo, plastilin arkadaşlar. Bunların çok güzel kokusu oluyor bu arada bildiğim kadarıyla. Əsatla bir yerde geçen şeyler düzəldəsiz. Sizin marağınız var. Bir de görürsünüz yere bir tane yorgan sərirlər, otururlar hunharcasına ya bir şey düzəldirlər, kəsirlər, biçirlər. Bir şey çıxardasınız bundan əminəm. Sonra. Başqa. Bu nədir? Bu biz belə bilirdik pomadadan amma flomastermiş. Aa, nə qəşəng. Kiko'nun pomadalarına oxşuyur forması. Çox qəşəngdir. İtirmə ya bunu, çox qəşəngdir. Ben parıldamasını bildim ki pomadadır. Çox gözəldir. Mən də elə bildim birinci pomadadır. Sonra. O nədir? O nədir? Ay, nə gözəl. Çox şirin. Məryəm. Görmürəmsə hansı izləyicimiz hədiyyə eləmişdi. Məryəm, bunu çantana at, itirmə. Həqiqətən çox qəşəngdir. Özdə sənin saçların yumuşaqdır, rahat darayarsan. Mən elə daraqla darayamıram. Bu şeyin tokudur. Aha, sonra qaldı yenə nəsə. Ay maşallah. Bunu bizlə aç da. Dodaq balmıdır. Prinsessanın dodaq balmı. Bizlə aç da onu. Ay da çok hoşum gelir böyle şeylerden arkadaşlar. Çocuk olmak istedim, çocuk. Ne güzeldi. Ay çok taşım olur.
Baxım bir dənə rənginə və kokusuna. Rəngi şəffafdır. Təşəkkür ederim bizi evdə makyaj davasından xilas etdiyiniz üçün. Sonra başqa yenə var hədiyyə yoxsa bitdi? Var. De Quran and olsun. Ay nə gözəl. Başqa? O nədir Məryəm? Parfümdür. Saç sprey. Oo, vur baxım. Oh. Məryəm çox qəşəng var. Çiməndə vurarsınız. Çox Var qəşəngdir. belədir. O fışkıran. Super. Çok yaşa. Yenə var nəsə? İkinci. Ay maşallah, ay maşallah. 10-cu deyil. Boks düzəldi be sənin üçün. Şampun! Uşaq şampunu özdə. Şimdi de bundan. Necə çimdi? De Quran and olsun. Mən tez yatanda bu evdə antin kuntin şeylər oluyor. Kokusu çok güzel. Allah'ın olsun. Əsl bebeksi kokusu var. Gələ. Bu kadar. Xeyirli olsun. Can sağlığı ilə işlədəsən. Çox gözəldilər, superdilər. İtirməyəsən inşallah. Sən kimi öpürdün, ne? Ne yapalım? O zaman Meryem'in ad günüyle de vidalaşalım. Arkadaşlar, Oktyabrın 16'sı mənim ad günümdür. 6-cı gün qalıb. Mən gün saymayacağım çünki ürəyim partlayır gün sayanda. Əsəbləşirəm, ağlamağım gəlir ki, nə oldu deyə bu qurtarmaq bilmədim. Oktyabrın 16'sı yatacağız, kalkacağız. Hop, Ofelia'nın doğum günü vlogundayız. 65 gün kalır. Bir yorum yazmışlar, ondan görüp götürmüşəm. 5 gün qalıb. Bugün ayın 11'idir. Hə, 5 gün qalıb. Evet, Meryem, Az cümle. doğum günün ürəyincə oldu. Evet. Bəyəndin. Ofşun ad günü kəsəcək, Aslan ad günü gələcək. Aslan ad günü Hoşlanıyor kəsəcək, bunu. Əsmanın. Evet. Sən ad günün ürəyincə oldu. Hə? Ad günün ürəyincə oldu. Hər şeyi bəyəndiniz. Sən də bu ilki ad günün ürəyincə oldu. Şükür bu ilki misyamı da tamamladım. 2026'nın doğum günlerinde, raskotlarında görüşmek üzere efendim. Mənə nə alasan? Bilmirəm ki, aşkım, düşünərəm. Mənim üçün gözəl bir məktub yazısı, mənim üçün ən böyük hədiyyə odur. Yaxşı? Amma qəşəng, belə bəzəkli, düzəkli istəyirəm. Özənilmiş. Tamam, qoyarsan. Uşaqlar, sizlə sağollaşmamışdan qabaq sizə bir şey göstərmək istəyirəm. Hazır mısınız? Uşaqların xəbəri yoxdur. İndi onlara sürpriz eləyəcəm. Ona görə istədim ilk siz görəsiniz. Çocuklara ad günü sonrası son bir hediye almışımdır arkadaşlar. Gel birinci sen hediye verim Şehriyar. Hazırsan? Hı? Ta-ta-ta-tam. Gələ. Sənsin sifariş vermişəm. Bu Şehriyar'ın kabrosu. Arkadaşlar ben de cin görürüm yani ya. Evet, Ben- evet. Beni de cin görmek düştü yani. Ben ya. olmasam nasıl göreceksin acaba? Evet, sen olmasan Görsən sən düşünmüşəm. Sağ ol şükür Allah. Akız benim de yüzüme gün durdu yani. Arkadaşlar bakın kabrosunun güzelliğine, çok qəşəngdir. Şehriyar şiiri xoşlayır Aslanı. Evet. Çox qəşəngdir. Şir geldi yani Evet. arkadaşlar. İndi hazırsınız mənim kabromu görməyə. Arkadaşlar mənimki çox qeyri-adidir. Bunu ekskluziv kombinlərdə işlətməyə almışam. Ta-ta-ta-tam. Çox xoşum gəldi. Ara sıra belə gözün alışmadığı desenləri kullanmayı seviyorum. Ama bu paketdə Məryəmlə Rabiyanın telefonuna sürpriz var. Çağıraq onları. Rabiş, Məriş. Buraya gəlin. İçəri qapın bağlı. Gözünüzü yumun, sizə sürprizim var. Oturun. 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 Hazırsınız. Yumduz. Yaxşı yumduz. Rabi artisti eləmə. Hazırsınız. Buyurun. Rabi axtarır. Məryəmdədir sən hədiyyə. Tamam diye. Məryəmdədir sən hədiyyə. Məryəm açdı da gözümü. Geldi kabrolarımız. Geldi kabrolarımız. Aşkım o Samsung'dur. Necədir Məryəm? Dəyməz. Bəyəndiniz. Baxım. İzləyicilər görməyib sizinkiləri. Mərişə belə bir Hello Kitty-li.
Hə, bir də 4case göndərib bunu. Keçən dəfə kabro verdim. Sizin üçün hədiyyə qoyub 3 dənə. Əsini çağır, Əsi də götürsün hədiyyəsini. Əsi! Gel açılım yapıyoruz arkadaşlar. Kutu açılımı. Neyse neyse. Gel. Evet bilirim. Çok sağ ol aşkım. Beğendim. Çok beğendim. Atayı gizlice götürdüm ki sürpriz olsun. Düzdür bilirdiniz kabro gələcəyini ama istedim anı en azından sürpriz olsun. Bir an taxın telefonlarınıza. Get tax. Mutlu oluyorum böyle olunca yapacak bir şey yok. Rabia çok yaraşdı bu kabro sen telefon ve Kur'an olsun. Çok güzel görsendi. Hayırlı olsun. Can sağlığıyla. Çok hoşum geldi. Ben de taxım. Arkadaşlar sen ben çekme açım indi. Öz kutu açılımımı eləyim. Birinci ilk önce bunu bir çıkartalım. Çıkıyorum şimdi. Aa leoparlı seçimsən. Evet. Ofuş leopar xəstəsidir. Evet arkadaşlar nasıl? İçi de böyle Çok geçen. gümüşüdü. Şimdi takıyorum. Müç. Geçenci oldu. Ona necə qeyri-adi görsənir. Hiç göz alışıldık bir kabro değil. Dəqiqə. Elə bir krok qoyubsan bura. Ha fikir versən belə Belə gümüş kroklar olur belə Hə. siqaretlərin içində. Ona oxşuyur. yansımalı dözde. Evet arkadaşlar bu da Meryem'in telefonunda duruşu. Adı neyse çok qəşəng görsəndi. baxırdı. Zəhmət olmasa xahiş eləyirəm mən kabromu tax. Əmin kabrosunu sonra taxarsan. Əmi görəcək deyəcək bu nə ayrı seçkiliydi ki. Ürəyiniz oldu. Bəyəndiniz. Çox sağ ol aşkım. Can sağlığı ilə. Bir dənə də sürprizim var sizə. Nə? Bakıya gedək. Gəzməyə. Allah'ın olsun. Çox çılğınca bir video fikri gəlib ağlıma. Burada deməyəcəm nə olduğu. İzləyicilərə sürpriz yox, qışqırtma deyil. İzləyicilərə sürpriz olsun, amma çox çılğınca bir video fikri gəlib. Deyərəm, qoy kameranı söndürüm. Güzel, qoy kameranı söndürüm də. Nəysə, arkadaşlar, Bu videomuzu dayan. Bu videoya 10 neçə min 15 deyək? min, 15 min like gəlsə, gəlsə, əgər keçən dəfə dediyimizi unutduq, baxmadıq like-a, amma bu dəfə baxacağam. Bu video 15 min like gəlsə, sizə 1 saatlıq çox adrenalinli, baxarkən video çox gələcək. əylənəcəyiniz, çox həyecanlı bir video paylaşacağam. Amma 15 min gəlsə onu deyə bilərəm ki, sizin ən sevdiyiniz video tipidir. Yəni məncə kaçırmayın. Nəysə, Bye bye. bu videonu beğendiysek kanalımıza abone olup like atıp yorum yazmayı unutmayın. Mati Kuti.